Ermənistan qoşunları giriblər Kəlbəcər rayona və Laçının şimal kəndlərinə. Dinç sakinlərə yol veririk. Yollar bağlıdır. Onsuz da sizin kaçmağa heç yeriniz yoktur. Dinç sakinlərə el vurmayacak. 10 saat vaxt veririk size. Mart ayının 27'si Erməni birləşmələri Kəlbəcər rayonunun Könüllülər batalyonunun Ağdaban postunda olan yerə, biz olduğumuz yerə hücuma keçdilər. Biz 2 saat müddətinə onlara dözüş gətirə bildik. Komandirimiz Ülfət Kərimov şəhid olandan sonra oradan aralaşdıq biz. Biz aralaşıb Mürov ətəyinə tərəf, Mürov ətıyindən də Bağırlıq kəndinə keçdik və oradakı cəmaatın təşvişini gördük, kənd cəmaatının təşvişini gördük. Və oradan yenib həmin gecə gəldik öz kəndimizə xəbər vermək ki, bunların 2 günə gəldik. 2 günə gəldik, çıxdıq kəndə piyada. Oradan ki, gedək kənd cəmaatına deyək ki, buradan yəni çıxsın da, bu mümkün deyil, bunların qarşısını ala bilmirik. Gəldik də çıxdıq, biz ayın 29-u burada kənddə olduq. Cəmaatımız heç hansı inanmırdı ki, bu kənd işğal olunarlar, bu rayon işğal olunarlar. Amma halbuki biz o döyüşün içindən çıxmışdıq. Biz bilirdik ki, bizdə o güc yoxdur ki, erməni birləşmələrinə biz tab gətirə bilmədik. Açıqın onların texnikası güclüydü. Onlar tankla, BMP ilə gəlirdilər, amma bizdə ancaq avtomatıdır və qrantamyotdur da. Gəldik, ayın yəni birinə kimi heç kəs çıxmadı, yəni inanmadılar, bizə də inanmadılar çıxmağa. Biz də məcburduq ki, bu cəmaatı çıxardıb təzədən qaydaq orduya kömək edək. Rayondan əlaqəmiz üzülmüşdü. Bizə məlumat gəlmirdi. Atam gibi yola saldıktan sonra özümüz mühasebe şəraitine düşmüş. Bizim için çok ağırdı. 28 ildir bizim başımız olmazın müsibətlərini gətirdi. Biz qəbristanlıqlara gedəndə gözümüz o daşlarda qaldı. İnana bilmirdik ki, Kəlbəcər işğal olunur. Biz çıxa bilmədik də. Beləliklə biz Qamış çayına, körpüsünə çatanda bizim kəndin istiqamətinə boşlamadılar hərbçilər ki, tuneli ermənilər ateş altında saxladılar. O vaxt bizim kəndçi Salahov Məhəmməd Allah'tan olmuş kimi bizlə qarşılaşdı akşam. Və Məhəmmədin köməyindən biz həmin gecə kəndə keçə bildik. 30-unda erməni rayona daxil oldu. Biz o vaxtı ikisində çıxmaq istədik. Tunel bağlı olduğuna görə kənddən çıxa bilmədik. Başdan bizə məlumatlar verdilər. Versalyot göndərəcək, kömək görəcək. Çox təəssüflər olsun, onların heç birini görə bilmədik. Aprel ayının 2-sində də Kəlbəcər rayon icra hakimiyyətinin başçısı saat 12-dən danışanda müqavimət göstərə bilmədiklərini, qüvvələr eyni olmadığına görə erməni birləşmələri rayonu doğru daha yaxın məsafəyə irəlilədiyinə görə bizim kənddən çıxmağımız məsləhət gördülər. Kim ayağı tutan kənddən çıxsın deyə elə bir məsləhət oldu. Biz də çalışdığımız yerə qədər kənd cəmaatından məsləhətləşmək istəyirdik ki, çünki burada yaşlılar, qocalar vardı. Onları yığmaq bir yerə. Bax, həmin bir evdə biz yığışdıq, məsləhətləşdik. Əmoğlu işlədik, Mahirdən bir yerdə. Daha sonra kənd cəmaatını yığdıq. Sönməzə rəhbər, Xasay. Onlarla bu evdə yığışdıq, məsləhətləşdik. Müzakirə elədik, kəndi tərk eləmək lazım, yəni dağlara çəkilmək lazım. Mart ayının 28-i
Gəldik Kürtacıda qeyri-müəyyən döyüş vəziyyətinə düşdük də bizi almışdılar bu suya. Biz də həmin yerdə üzü aşağı meşə ilə düşdük. Heç birimiz də heç aranı tanımırdıq. 811 nömrəli batalyon mühasirə düşən devirdə 9 nəfər batalyonun tamamilə ailəsimiş. Batalyon pərən-pərən olub. 2-3 dəqiqə dayandıq, dedik görək bu məsələnin axırı nətər olur. Biz orada Füzuli, Cəllət, sonra burada Vüqar, Müzahim, Xəlil, Ədalət, Müşfiq, 9 nəfər olduq burada. Səlim Laçınlı olduğuna görə bizdən cavan olsa da dedi ki, mən buraları yaxşı tanıyıram, sizi aparıb çıxardacağım düz tunelə qədər. Keçə-keçə getdik, çıxdıq, gəldik. Seyid İbrahimin binəsi deyilən bir yer var, 3 evdir. Gəldik ora. Axşam Seyid binəsində biz özümüzə ərzaq topalayıb dincəlirdik. Müşfiqlə Xəlil qapıda təhlükəsizliyimizə görə gözləyirdilər ki, nəsə ola bilər, bizə xəbər eləsinlər. Həmin vaxtdan Mənlə Xəlil qapıda dayanmışdıq. Ətrafa baxırdı ki, görən nətərdir. Bizdən bir xeyli aralıda qonşu kəndi ermənilər yandırırdılar. Səlim, Məzahir, Ədalət, Vüqar rəhmətli, Müzahim, Cəllət, belə Füzuli belə içəridə edilir. Harasa bir yarım saatdan sonra Füzuli ilə Ədalət çıxdılar çölə ki, bizi dəyişik eləsinlər. Elə axşam su idi, mən bayırı bizdə 2 nəfər çöldə qoymuşuq, yəni birdən baxma gələn eləyən olar, bilaq. Yəni, çox da arxayına oturmayan. Mən çıxası oldum çölə, bayıra deyə, Məzahir deyəsən, səhv eləmişsə, mən də çıxım, mən çıxana... Gördüm bizim əsgərlər çöldə bundan danışır. Və mən çıxdım çölə ki, bir kişidir, bir dənə də yanında qadın idi. Soruşdum ki, kimsən, nəsən? Dedi ki, mən Dambulaqdan Əhlimanam. Həmin vaxtı ora Əhliman kişi, qızı Həcər Laləzər, bir də bir oğlu Vəkil gecə gəldilər. Laçın rayonu Dambulaq kəndindən. Kəndimizdən çıxdıq. Qala boynunda biz bir neçə nəfər erməni idi. Orada bizi kənardan görüb atəşə tutdular. 2 erməni onlar tutmuşlar. Erməninin biri o bir erməniyə deyir ki, get qabaqdan o azad denən ki, gəlsin bunları aparalım. Bu erməni gedir ki, xəbər versin, qabaqdakı ermənilər gəlsin bunları aparmağa. Bu birisi erməni bunlarla gələn vaxtı çaydan keçəsiymişlər. Silah düşdü yerə əlindən. Bunlar özü də belə bir dağ yeridir da, belə bir hündür yeridir. Oradan hər ikisi belə yomalana əlbəyaxa gəlib düşdülər. Bir su var idi, belə axar su var idi onun içinə. Atam həmən qalxdı ayağa, erməni da qalib gəldi. Erməni qoymadı da dəvərsin belə. Qollarından da bərk tutmuşdu. Qardaşıma dedi ki, silahı götür. Götürən kimi qardaşım bunu atdı. Nəsə qardaşım onu atdı. Bunun da silahını götürüb getdik bir Seyidin evi deyirdilər orada Laçında. Ora getdik, gecə idi. Orada 9 nəfər saldatıdır. Nəsə getdik, bunlarla da necə rastlaşdıq. Bunlar dedi ki, biz də elə yolda bilmirik, gəlib burada qalmışıq da, başa düşdük ki, bizim əskərlərdir də.